Binəqədi qəsəbəsində, Mikail Ələkbər küçəsində Pisotda inşa edilmiş 2 otaqlı fərdi yaşayış evini təqdim edəcəm sizə. Ev şəxsi tikilidir, yerdən 5 daş güclüdür. Pəncərələrin dəmir şökkaları var, quraşdırılıb, hazırdır. Evdə yaşayış tam hazır vəziyyətdədir. Kombisi də var. Ev koridoru sistemi iləndir. Koridorun sağ tərəfdə zal otağıdır. Pəncərəsi öz əyitinə baxır. Sonra zaldan sonra sağda yenə də geniş böyük yataq otağıdır. Evin yaxınlığında 130-170 nömrə marşrut avtobusları gedir. Bu da mətbəxdədir. Pəncərəsi öz əyitinə baxır. Bu da böyük geniş mətbəxdədir. Burada da ki sanuzörümüz yerləşir. Sanuzörü geniş. Bu evdə maralananlar aşağıda qeyd olunan nömrələrə əlaqə saxlaya bilərlər.